Hava şəraiti şəkidə müəyyən problemləri yaratsa da, Masallı haqqında bunu demək mümkün deyil. Çünki havaların əlverişli keçməsi burada fermerləri hərəkətə gətirib. Bir neçə gündür sahələrdə yazlıq əkinə başlanılıb. Fermerlər becərdikləri badımcan ştillərini parniklərə köçürürlər. Tərəvəz əkini əsasən Masallının Muğan zonasında aparılır. Bu ildə rayonun Xırmandalı, Həsənli, Stansiya Təklə, Hacıtəpə kəndlərində mart ayının ikinci 10 günlüyündən başlayaraq badımcan əkininə hazırlıq işlərinə başlanılıb. Gəncə-növü olan badımcanın əvvəl şitili dibçəklərə vurulub. Hazırda isə dibçəklərdə olan badımcanın istixanalara köçürülməsi prosesi aparılır. Keçən ildən badımcan əkmişik. 1 hektar yer idi. Bu illəri artırdıq, 5 hektar elədik. Keçən illəri 3 ton götürmüşdük. Bu illəri Allah verər 5-6 10 ton götürərik. Ötən il sahələrdən bol məhsul götürdüklərini deyən fermerlər bu il əkin sahələrini daha da genişləndiriblər. Fermerlərin sözlərinə görə havaların əlverişli keçməsi yeni əkin mövsümündə də məhsuldarlığın yüksək olacağından xəbər verir. May ayının əvvəlində isə badımcanın yığımı aparılacaq. Hektara 3 ton məhsul toplayacaqlarını planlaşdıran fermerlər ilk 2 yığımı Rusiya Federasiyasına yola salacaqlarını deyirlər. Martın 16-sında əkdik torpağa indi becərməkdir. Dərmanlanacaq, paketlənəcək. Aprelin ortalarında paketlər yığışılacaq, mayın da əvvəlləri satışa veriləcək. Rayon ərazisində kənd təsərrüfatı məhsullarının alışı üçün tədarik məntəqələri də yaradılıb. Bu da fermerlərin məhsullarını yerindəcə satacaqlarına şərait yaradır. Qeyd edək ki, hazırda bazarlarda yerli badımcan olmadığından Türkiyə və İrandan gətirilən badımcan alıcılara təklif olunur. Xaricdən ixrac edilən badımcanın 1 kiloqramı isə 2-3 manat arasında dəyişir. Aytən Sakit qızı, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Masallı.